Telefon xəttində inşallah ki, Rahil özüdür. Ay Rahil. Təsəvvür sənə zəng vurmuşuq başqa Rahilə, o da belirdir. Mən deyir, şofirəm deyir, mən deyir, mahnınıza da oxumuram. Deyirəm, ayarla biz. Ha, özdə, burada mən qəflətən oldu, efirimizə bilmirəm, baxırsan, baxmırsan, söhbət dəli qızdan getdi. Mən bildiyimə görə dəli qızın ilk ifaçısı siz həm yazanım. Firuzə xanıma da, Mehriban xanıma da mahnını oxumağa icazə vermişsiniz. İcazə vermişəm, bəli. Bəli. Bu günlərin mahnının müəllif hüquqları, əqli mülkiyyətdən də sizin ixtiyarınızdadır. Bəli, bəli. Niyə görə Mehribandan YouTube-da, mahnıda kəşfətə düşməyə, yəni qısıtlama qoymuşsunuz da mahnıya. Çünki olur belə şeylər, misal üçün bizim verilişdə oxunur, qısıtlama necə qoyulur? Misal üçün, bax, Firuzə bizim verilişimizdə mahnını da oxudu. Bu mahnının pul qazanması bizim verilişdən gedəcək Firuzəyə və onun bəstəkarına. Niyə? Çünki mahnının müəllif hüquqları var. Ona görə, amma canlı oxulan mahnıların pulu bizə gəlir. Bu tam başqa bir şeydir. Rahil, Mehribanla aramızda bu mahnıya görə bir anlaşılmamazlıq olub mu? Olmuşdu əvvəl. Yəni, danışmışdıq ki, mən də klip çəkirdim mahnıya. Bu, məndən qabaq klip çəkdi, qoydu efirə. Mən də xahiş elədim ki, bunu eləmədən, olsa kanal avtomatik vurdu onu, mahnını. Sonra aramızda oldu narazılıqlar da həqiqətən, yəni biraz yenə də sağ olsun, mən xanımdır, orada əyləşən hər kəs salamlayıram. Əsasda Ofeliya xanım, bizim dəyərli dostumuz, sizləri salamlayırıq. Var olun. Efirə baxan bütün Azərbaycan xalqını salamlayıram. Mahnıdan bir dənə mən də işlə qazanmışım, düzdür. Qazandığım bu oldu ki, tanıtım oldu. Mahnı 12 milyonda artıq məndə. Maşallah. Baxış var. Yenə şükür Allah. Amma indi məndə də elə bir xasiyyət yoxdur ki, durum nədənsə ötürü dalga eləyim, qalmaqal eləyim. Mən o təbiətli insan deyiləm. Həm də ki, mahnıdır da həqiqətən bir gözəldir, hörmət qoyulur, oxunur, mən heç vaxt deyə bilmərəm. Rahil, çox üzr istəyirəm, sözümü kəsdim. Firuzə xanıma bu mahnını oxumağı siz mi təklif eləmişsiniz? Firuzə xanıma xoşu gəlirdi, bu mahnıdan çox xoşum gəlirdi. 31 dekabrda təşkil etdiyimiz konsertdə dediniz ki, orada oxusun bu mahnını. Siz mi təklif edirsiniz, o da sizə icazə verir, buna bir klip çəkdirin falan. İcazə aldı mı? Bəli, icazə aldı. Yəni sizin təklifiniz olubdur. Orada özüm oxumadım, təqdim elədim bir aparıcı olaraq. Bu dəfə də paylaşmışam. Yəni, bu günləri nə Mehribanla, nə Firuzə ilə bu mahnının üstündə bir problem yoxdur ki? Yox, yox. İkisinin də oxumağına halallıq vermişsiniz də. Bəli. Yox, heç mənə vallahi o mahnı lazım deyil. O mahnını İnan ki, lazım deyil. İlk Firuz. Duet oxuyublar. Sən Gürkə ilə duet oxumuşsan. Gürkə ilə oxumuşam. Hə, tək oxumamısan. Bilirsiniz necədir? O vaxtı, bəli, dostum. O vaxtı biz Rahillə, bilirsiniz necədir? Ola bilər, bilmirəm, insanlar unutqandır, nədirsə bilmirəm. Rahil, bəli, mənə dedi ki, birincidəki Mehriban, get oxu. Mən sənə halallıq verirəm. Rahil'in aramda bir telefonda müqayisə olub mu? Yox. Rahil, aramızda bir söz söhbət olub mu? Birinci yox, heç vaxt olmayıbdır. Və bizim mahnımızı YouTube'a qoyanda, əlbəttə ki, YouTube'a qoydular, blok elədilər. Deyədim, bəs sən bunu mənə icazə vermişdin, sən niyə görə blok eləsin? Bax, mən veriş aparıram. Şahanə mənim dostumdur, Videokorp. Mən veriş aparım, mənə Rəşad zəng vurur, deyir ki, verilişi bloklayıblar. Kim? Yox, mən ona heç demədim ki, o zaten mənim özümə dedi ki, qəşəng mahnım olarsa verərəm, oxuyarsan. Yəni, bizim aramızda elə sözümüz də olubdur. Hələ də gözləyirəm. Nə versin? Yəni, yaxşı mahnısı olanda... Yaxşı mahnısı olanda verər, oxuyarsan da. Hə, də gözləyirəm də. Söz vermişəm, mən demişəm, inşallah. Gözləyirəm də, inşallah. Rahil, Mehriban biraz çox əsəbi adamdır. Yaxşı mahnı vermirsə, səninlə dava edəcək. Var ol, qardaş, səngivə görə. Bəli? Var ol. Mən davadan qaçan adamım, xoşlanmıyorum. Allah var eləsin. Mehriban, sən nə